Göyçayın Şəkər kəndində 25 yaşlı hal-hazırda qardaşı yanımızda görürsünüz. Abdullayev Həsrət Yasəroğlu baş nahiyəsində dəri altı səpki və gənələrdən 3 illik əziyyət çəkir. Bu cür nə balam, yaraşıqlı balam gör nə fasona düşübdür. Qırmızı köynəkli. Qırmızı köynəklidir. Ortada da ağ köynəkli qardaşıdır. Toya getdikləri şəkildir bu. Təcili olaraq ailənin verdiyi məlumata görə müalicə olunmalıdır. Dəfələrlə müalicədə də olub və indi isə belə deyək, atasız böyür, köməyə ehtiyac var xeyirxah insanlardan. Ailə ilə əlaqə 050 775 56 41. Göyçay rayonu Şəkər kəndində yaşayıram hal-hazırda. 5 evlad anasıyam. Yetimçiliklə bala saxlamışam. Yəni, bu oğlum 3 ildir gənə xəstəliyindən əziyyət çəkir. Necə deyim, hər bir yetimçiliyi, nə bilim, pis vəziyyətdəyəm də. Bir oğlum işləyir, yeşik vurmaqla müalicə elətdirə bilmirəm, müalicələrini davam eləyə bilmirəm. Bir ana kimi sizdən xahiş edirəm ki, mənim evladıma kömək olun. Xeyirxah insanlar, sizə yalvarıram. Balamın xətrəsi üçün, mənə görə yox, bir evladdır o da. Ona görə köməklik eləyim mən balama. And içir ki, mama deyir, özümü öldürəcəm. Gecə də yatmıram, durub ayılıb baxıram ki, uşaqdır. Nəsə eləyər özünə. Sadəcə Allahdan kömək istəyirəm. Bir Allah da kömək sizdən də xahiş edirəm ki, xeyirxah insanlar, mənim köməkliyin balam sağalsın.